Salam, bugünkü dərsimiz question words, yəni sual sözlərdir. Sual sözlərə aid test tapşırıqlarını necə asan həll edə bilərik? Bugünkü dərsimizdə bunları öyrənəcəyik. Gəlin başlayaq. Birincisi, əgər cümlənin sonunda sözünü gəlibsə, bu zaman cavab ya who ya da ki what olacaqdır. Yerinə görə ikisindən biri, yəni bu tərcüməsindən asılıdır təbii ki. Yerinə görə də hər ikisi cavab ola bilər. Məsələn, what did you use your social media for? Sənin sosial medianı nə üçün istifadə edirsən? Əgər cümlənin sonunda from olsa, from sözünü işlənsə, cavab who, what və ya ola bilər. Bunu bilmək üçün əslində biraz əzbərləməkdən əlavə məntiqlə də tapmaq olar. From-dan deməkdir. Biz bir kimdən deyərik, bir nədən deyərik, bir də ki, haradan deyərik. Buna görə də who, what və ya-dan istifadə edilir. Məsələn, where do you come from? Sən hardan gəlirsən? Eləcə də did you get this information from? Sən bu məlumatı kimdən əldə eləmisən? Və əgər isim varsa, təbii ki, tərcüməsindən və yerindən asılı olaraq cavab olaraq what, which, how many, how much və yaxud da ki, what kind of cavab ola bilər. Məsələn, what color is your favorite? Hansı rəng sənin sevimlindir? Eləcə də which subject is interesting? Hansı fən maraqlıdır? Burada fikir verdinizsə color və favorite sözlərində u yazmamışam. Lüğətlərdə bu həm u hərfi olaraq yazıla bilir, həm də ki, u hərfi olmadan da yazıla bilir. Daha sonra əgər isim cümlə və sonda sözünü gəlibsə, yəni boşluqdan sonra isim gəlibsə, daha sonra cümlənin də sonunda sözünü varsa, cavab what və which-dir. Yəni artıq burada cavab alanımız daralmağa başlayır. Yəni yuxarıda sadəcə isim gələndə bir çox seçənək var idi, amma boşluqdan sonra isim cümlənin sonunda sözünü gələndə cəmi 2 dənəsi doğru ola bilər. Ya what ya da ki which ola bilər. Məsələn, what book are you talking about? Sən hansı kitab haqqında danışırsan? Demək burada what-dan sonra isim gəlibdir. Cümlənin də sonunda about, yəni sözünü işlənibdir. Eləcə də which movie are you laughing at? Sən hansı kinoya gülürsən? Demək burada which gəlib, daha sonra movie, yəni isimimiz gəlibdir. Daha sonra cümləmiz və cümlənin sonunda isə sözünümüz işlənibdir. Deməli, test edərkən boşluqdan sonra ismi gördünüzsə və cümlənin sonunda sözünü vardısa, bu zaman cavab ya what ya da ki which ola bilər. Və of gələndə bunlardan birini yazırıq. Which, what kind, how many və yaxud da ki how much-dan istifadə eləmək lazımdır. Yəni digərləri yazılmır. What of deyə bir şey yoxdur. Amma what kind of deyə bir şey var. Deməli, who of deyə bir şey yoxdur. Yəni siz boşluqdan sonra of gələndə nəzərə alın ki, bu dördündən birini yaza bilərsiniz. Which, what kind və how many, how much. Məsələn, which of these books is interesting? Burada da belə bir məqam var ki, which of-dan sonra cəmsim, amma təkdə olan xəbər gəlməlidir. Və ya what kind of films do you like? Sən hansı növ filmləri xoşlayırsan? How many və how much-da isə diqqətli olursunuz. Burada özlərindən sonra gələn isim çox önəmlidir. How many-dən sonra bilirik ki, sayılan cəmsim gəlir, how much-dan sonra isə sayıla bilməyən təkdə olan isim işlənməlidir. Yox, əgər boşluqdan sonra isim gəlməyibsə, of gəlməyibsə və xəbər və ya köməkçi feil daha sonra xəbər gəlibsə, bu zaman cavab who, what və ya which of ola bilər. Which of-dan sonra da ya you ya da ki them istifadə edilməlidir. Which of you və yaxud da ki which of them. Deməli, burada necə olacaq? Məsələn, gördünüz ki, boşluq verilibdir. Boşluqdan sonra birbaşa xəbərin özü gəlib. Məsəl üçün, learned deyə bir xəbər gəlibdir. Deməli, siz variantdan ya who, ya what, ya da ki which of seçə bilərsiniz. Amma dediyim kimi, which of-dan sonra birbaşa xəbərin özü gəlmir, which of them olur və yaxud da ki, which of you olur. Daha sonra isə birbaşa xəbər və yaxud da köməkçi, daha sonra xəbər işlənə bilir. Və zaman olaraq nəyə diqqət edirik? Əgər cümləmiz indiki bitmiş zamandadırsa, yəni have has üstə gəlsin participle to düsturuna uyğun gəlirsə, bu zaman cavabımız ya since, when ola bilər, ya da ki, how long ola bilər. Biz bitmiş zamanları öyrənəndə
öyrənəndə, indiki bitmiş zamanı öyrənəndə demişdik ki, indiki bitmiş zamanın sualında 2 dənəsindən istifadə edirik. Bir, since when, bir də ki, how long-dan. Bəs nələr olmaz? Əgər cümləmiz, fikir veririk cümlənin zamanına, ümumiyyətlə when yazılanda, what time, eləcə də how long ago olanda bilin ki, orada nəsə var. Orada 100% ki, həfəz üstəgəlsin participle to düsturu yazıblar ki, orada səhv edəsiniz. O səhvə yol verməyin. Yəni when, what time, how long ago olanda qəti olaraq indiki bitmiş zaman olmayacaqdır. Və cümlənin sonunda for varsa, cavab why ola bilməz. Məsələn, test yazırsınız. Testdə bir cümlə verilib, daha sonra isə sonunda for işlənibdir. Biz məntiqlə niyə üçün demərik ki, elə deyil, nə üçün deyərik. Yəni why olmayacaqdır. Bunun yerinə what'dan istifadə eləmək lazımdır. Və tutalım ki, əgər bizə dialoq formasında bir sual verilibdir. Bu dialoq formasında diqqət eləyirik ki, əgər cavabı yəlik haldadırsa, yəlik əvəzlikləridirsə, bu zaman demək ki, cavabımız whose olacaqdır. Təkrar deyirəm, dialoq formasında olanlara diqqət eləyirik. Dialoq formasındakı sualın cavabına fikir veririk. Əgər sualın cavabında yəlik hal vardısa, yəlik əvəzliyi ilə cavab verilibsə, cavab whose olacaqdır. Whose'u seçirsiniz. Və deməli, who ilə şəxsə və qohumluq əlaqəsinə sual veririk. Yenə dialoq formasında əgər bir test salıblarsa, bu zaman nəyə diqqət edirik? Yenə cavaba diqqət eləyirik. Əgər cavabda şəxsin adıdırsa, yəni insanın adı ilə cavab veriblərsə, eləcə də qohumluq əlaqəsi, my niece, my cousin, my grandmother və s. belə bir cavab verilibsə, demək ki, deməli, sual söz who olacaqdır. Bir də ki, əgər yenə dialoq formasında bir test verilibsə və dialoq formasındakı testin cavabında peşə adı vardısa, demək ki, bu zaman what-dan istifadə eləmək lazımdır. Çünki what yeganə hal o haldır ki, peşələri soruşanda what-dan istifadə edirik. Siz nə edirsiniz? Dialoq formasındadırsa, siz cavaba fikir verməlisiniz. Əgər cavabda hər hansı bir peşə işlənibsə, deməli, bu zaman what-dan istifadə eləyirik. Təbii ki, bunu sadəcə what-la soruşmurlar. Məsəl üçün, what does your father do deyə bir sual düşsə testdə, cavabda deməli, peşəsini seçmək lazımdır. Və yaxud da what is your father's job? Sənin atanın işi nədir? Və yaxud da what is your father's profession? Sənin atanın peşəsi nədir? Bu zamanda yenə cavabda onun peşəsini seçmək lazımdır. Və yenə dialoq formasında olan testlərə diqqət edirik. Əgər cavabda indiki sadə zamanın zaman zərfliyi işlənibsə, məsələn, bir dialoq formasında test verilibdir və onda cavab verilibdir. Cavaba fikir verirsiniz aşağı hissədə ki, hansı zamanın zaman zərfliyidir. Əgər indiki sadə zamanın zaman zərflikləridirsə, once, twice, times-la bir cavab verilibsə, məsələn, once a week bir sual verilibdir, cavabı da verib ki, once a week və yaxud da twice a day, demək ki, bu zaman sualda how often-dan istifadə edilməlidir. Amma bunun əksinə olaraq indiki bitmiş zamanın zaman zərfliyi for və yaxud da about-la cavab verilibsə, məsələn, for 3 months deyə bir cavab vardısa, bu zamanda həmin sual söz olaraq how long-u seçmək lazımdır. Və sual cümlələrində cümlə quruluşu çox önəmlidir. Hansı ki, testlərə düşür ki, düzgün sual cümləsini seçin. Bu zaman cümlə quruluşuna %100 fikir vermək lazımdır. Deməli, normalda sual sözü olan cümlə quruluşları belədir. Birinci sual söz gəlir, daha sonra köməkçi feil, ondan sonra mübtəda və sonda isə xəbər istifadə edilir. Məsələn, bu nümunədəki kimi when gəlibdir, yəni when bizim sual sözümüzdür. Qeyd edeyim ki, sual sözləri WH və yaxud da ki, how ilə başlayır. Daha sonra köməkçi feil do, does, did və s. gəlirsə, ondan sonra isə mübtəda, məsələn, your son, sənin oğlun və daha sonra isə xəbərdən istifadə eləmək lazımdır. Burada nəyə diqqət edirik? Əgər does və diddən istifadə edilibsə, to-suz məsəl, eləcə də
do'dan istifadə edilibsə, məstər to-suz olmalıdır. To-suz məstər formasında olmalıdır. Yəni çox vaxt testlərə belə salırlar ki, does-ı verirlər, daha sonra feilin sonu ss yazırlar. Məsələn, gəlin bu nümunəyə baxaq. Deməli, burada tutalım ki, get-in sonuna s yazsaq, artıq səhv olacaqdır. Nəyə görə? Çünki artıq does-dan istifadə edilibdir. Biz indiki sayda zamanında öyrənəndə demişdik ki, əgər does-dan istifadə edilirsə, feil to-suz məstər formasına qayıtmalıdır. Yəni does yazıb feilin sonuna ss artırmaq olmaz. Eləcə də did olanda feil məstərə qayıdır. Yəni görürsüz ki, düzgün sual cümləsini seçin deyə bir başlıq qoyurlar. Daha sonra did, feilin sonu ed artırırlar və yaxud da ki, feili kökündən dəyişirlər. Bu tamamilə səhvdir. Əgər cümlədə did vardısa, feil məstərə qayıtmalıdır. Məsələn, bu nümunəyə fikir versək, where did she come from? Əgər burada where did she came from yazılsaydı, yəni A hərfi ilə yazılsaydı, bu yanlış olacaqdı. Çünki bu artıq məstər forması olmur. Məstər forması feilin birinci formasıdır və to-suz və to-lu ola bilər. Burada to-suz məstər formasından istifadə etmək lazımdır. Və yenə də söz sırasına mütləq ki, diqqət eləyin. Birinci sual söz gəlir, where məsəl üçün, daha sonra do, does, did hər hansı bir köməkçi feil gəlir, daha sonra mübtəda, ondan sonra isə xəbər işlənir. Yer dəyişə bilməz. Yəni where she did ola bilməz. Eləcə də where did come she ola bilməz. Yəni testlərdə bu quruluşa mütləq ki, diqqət etmək lazımdır. Və əgər biz mübtəda və onun təyininə sual veririksə, artıq bu zaman köməkçi feildən istifadə etmirik. Yeganə hal bu haldır ki, mübtədaya və onun təyininə sual verəndə köməkçi feildən istifadə etməyəcəyik. Bu zaman cümlə quruluşu belədir. Sual söz, daha sonra isə xəbər gəlir. Yaxşı, indi biz nə biləcəyik ki, mübtədaya və yaxud da ki, onun təyininə sual verir. Deməli, cümləni tərcümə eləmək məncə ən asanıdır. What makes you happy? Səni nə deməli, xoşbəxt eləyir, nə dediyimizə görə, nə də mübtədanın sualı olduğuna görə, demək ki, artıq burada do-dan, does-dan, did-dən istifadə etməyə ehtiyac yoxdur. Və gəlirik, deməli, sual söz üstə gəlinsin köməkçi feil, üstə gəlinsin xəbər hissəsinə. Deməli, köməkçi feil bu hissədə. Deməli, əgər mübtədəyə sual veririksə, köməkçi feil bu zaman do, does, did ola bilməz. Köməkçi feillər to be ola bilər və yaxud da ki, modal feil ola bilər. Baxın burada nümunəyə who is reading the letter məktubu kim oxuyur? Demək, burada kim sualını verdiyimizə görə artıq bizə məlumdur ki, bu mübtədanın sualıdır. Sadəcə olaraq mübtədəyə sual verəndə who və yaxud da what ola bilərdi. Üstə gəlinsin to be işlənə bilər, modal feil işlənə bilər. Yəni burada is işlənməyi normaldır və yaxud da ki, who can read də deyə bilərik. Bu da normaldır və düzgündür. Sadəcə olaraq burada nəyə diqqət edirsiniz? Mübtədanın sualı olanda who, deməli qəti olaraq özündən sonra do, does və yaxud da ki, did gələ bilməz. Və belə cümlələrdə sual sözdən sonra dedik ki, birbaşa xəbər gəlir. Məsəl üçün, buradakı kimi, what makes you happy? Sadəcə olaraq burada nəyə diqqət edirik? Cümlədə həmin işlənən xəbər, yəni who-dan və what-dan sonra gələn xəbər ya tək xəbər olmalıdır, yəni sonunda ss olmalıdır, ya da ki, keçmiş zamanda olmalıdır. Cəmdə olan xəbər işlənə bilməz. Məsələn, who writes the letter doğrudur. Çünki who özündən sonra writes gəlibdir, yəni təkdə olan xəbər gəlibdir. Doğrudur. Who wrote the letter? Keçmiş zamandadır, bu da doğrudur. Amma biz who write the letter deyə bilməyəcəyik. Çünki write cəmdə olan xəbərdir və bu işlənmir. Və sual söz üstə gəlsin xəbər quruluşunda bir şeydə diqqət edirik ki, bunların inkar forması olanda inkarlarından istifadə eləyirik. Yəni bayaq dedim ki, do, does, did istifadə etmirik, amma onların inkar formasından istifadə edə bilərik. Doesn't, don't və yaxud da didn't. Don't ola bilməz, çünki who-dan sonra don't işlənmir, çünki don't cəmlik bildirir. Doesn't və ya didn't-dan istifadə etmək mümkündür. Demək, who doesn't speak, bu tamamilə doğrudur. Dediyim kimi, do, does, did özü gələ bilməz. Sadəcə olaraq onların inkar forması, yəni doesn't və didn't işlənə bilər. Doesn't tək xəbər kimi işlənir, didn't isə keçmiş zaman kimi işlənə bilir. Sadəcə olaraq bunların təsdiq forması gələ bilməz. Yəni biz who does speak deyə bilmərik. Who doesn't speak deyə bilərik, doğrudur. Amma who does speak deyə bilmərik. İnkar forması olar, amma təsdiq forması işlənə bilməz. Və
Dedik ki who, what ikili sualdır. Yəni bunlar həm mübtədaya, həm də cümlənin tamamlığına sual vermək üçün istifadə edilir. Dedik ki, mübtədəyə sual verəndə qəti olaraq do, does, did-dən istifadə etməyəcəyik, amma tamamlığa sual veririksə, bu zaman do-dan, does-dan və did-dən istifadə edə bilərik. Yaxşı, indi biz nə biləcəyik ki, bu tamamlığa sual verir, mən do, does, did istifadə edim. Bu mübtədəyə sual verir, mən do, does, did-dən istifadə etməyim. Bir qayda olaraq, əgər cümlənin sonunda hər hansı bir sözünü vardısa, bu zaman bilin ki, cümlənin tamamlığına sual verir və tamamlığına sual verəndə do, does, did-dən istifadə etmək lazımdır. Yəni bu məqam çox önəmlidir. Who və what biraz qarışıqdır bu hissədə. Nəyə görə? Çünki who və what hər ikisi həm mübtədəyə sual verə bilir, həm də ki tamamlığa sual verə bilir. Mübtədəyə sual verəndə qəti olaraq do, does, did istifadə edilməyəcəkdir, amma tamamlığa sual verəndə bunlar istifadə edilməlidir. Tapmağın 2 dənə yolu var. Birincisi, əgər cümlənin başında who və ya what gəlibsə, gəlirəm cümlənin sonunu yoxlayıram. Əgər cümlənin sonunda hər hansı bir sözcüyünü vardısa, bilirəm ki, burada mütləq do-dan, does-dan və ya did-dən sual üçün istifadə edirik. Başqa bir üsul cümləni tərcümə etməkdir. Yəni həmişə belə olmur. Bəzən who gəlir. Baxın, 2 nümunədə də who'dur. Birinci nümunədə və ikinci nümunədə. Hər ikisinin sonuna baxıram, sözündə yoxdur. Demək ki, burada amma birində did yazmışam, birində did yoxdur. Demək ki, birincisi mübtədəyə sual verib, ikincisi isə tamamlığa sual veribdir. Axı sözünü yoxdur. Cümləni tərcümə də etmək lazımdır. Who did you see at the party? Səni şənlikdə kim gördü? Yox, kimi gördün? Sən şənlikdə kimi gördün? Kimi də tamamlığın sualıdır. Yəni burada cümləni tərcümə etmək birinci variantdır. Əgər kimi, nəyi suallarına cavab verirsə, əlbəttə ki, tamamlığındır və bu zaman do-dan, does-dan, did-dən istifadə etmək olar. Əgər cümlənin sonunda for varsa və ya başqa sözcüklər varsa, demək ki, cümlənin tamamlığına sual verir və yenə də do-dan, does-dan, did-dən istifadə etmək lazımdır. Amma kim nə suallarına cavab verirsə, qəti olaraq do-dan, does-dan, did-dən istifadə etmirik. Məsələn, who saw the birds? Kim quşları gördü? Kim? Burada deməli mübtədanın sualı olduğuna görə artıq biz who did see deyə bilmərik. Who does see deyə bilmərik. Və who və whom-un bir-birindən fərqi var. Deməli bu fərqlər nədir? Who gələndə who daha sonra cümlə sözünü cümlənin sonunda olur. Yəni who ilə whom-un arasındakı fərq ondan ibarətdir ki, who gələndə sözünü cümlənin sonunda olur. Amma whom olanda sözünü whom-dan əvvəl olacaqdır. Bu çox önəmlidir və əşyanın qiymətini necə soruşuruq? Bir neçə üsulla soruşmaq olar. Deməli, how much to be üstəgəlsin it olaraq soruşmaq olur. How much is it kimi və how much əsas feil olanda costdan istifadə elədiyimizə görə bu zaman does-dan istifadə edirik. How much does it cost? Və inkar cümlələri necə olacaqdır? İngilis dilində inkar cümlələrin sual forması 2 cür düzələ bilir. Birincisi, əgər cümlədə işlənən o do, does, did varsa, onlar əvvələ keçir. Cümlənin təbii ki, zamanından asılıdır. Demək, inkar cümlələr 2 cür olacaqdır. Ya do, does, did əvvələ keçəcək, not mübtədadan sonra qalacaqdır. Gəlin nümunəyə baxaq. Burada fikir versəniz, görərsiniz ki, does əvvələ keçibdir, mübtəda gəlibdir, daha sonra not gəlibdir. Yəni, does not ayrılıbdır. Does əvvələ keçib, not isə mübtədadan sonraya qalıb. Bu da doğrudur və ikinci halda doğrudur ki, doesn't özü inkarlıq qəbul edib, sual kimi əvvələ keçir. Bu da doğrudur. Və gəldik exclamatory sentences, nida cümlələri. Nida cümlələri ingilis dilində 2 cür düzəlir. Bir what, bir də ki how ilə düzəlir. Sadəcə olaraq burada diqqət eləməyimiz gərəkən məqamlar var. Çünki what ilə düzələn nida cümlələrində müəyyən qrammatik qaydalar var ki, onlara diqqət etmək lazımdır. Eləcə də how özünə məxsus şəkildə cümlə istəyir. Yəni how-ya aid qrammatik quruluş da bir qədər fərqlidir. Demək necə olacaqdır? What olanda söz sırasına diqqət edirik.
Necə olacaq? Deməli, what gələndə əgər isim sayılırsa və təkdədirsə en gəlir və daha sonra sifət, isim və mübtəda xəbər quruluşu olmalıdır. Gəlin nümunəyə baxaq, daha aydın olsun sizə. Deməli, what özündən sonra 4 dənə komponent tələb eləyir. Bunlar hansılardır? Sifət, isim, mübtəda və xəbərdir. 4 dənədir. En artikelları eləcədir, komponent olaraq sayılmayacaqdır burada. Çünki onların cümlə üzvü funksiyası yoxdur. Deməli, bunu da qarışdırırlar çox vaxt. Deməli, nə edirik? Word-dakı hərflərin sayına baxırıq. Word-da 4 dənə hərf var. Demək ki, 4 dənə də komponent gəlməlidir. Əgər isim sayılırsa və təkdədirsə, bu zaman qarşısında mütləq ya ya da ki, en artiklı işlənməlidir. Necə olacaq? What beautiful girl olsa səhv olacaqdı. Nəyə görə? Çünki burada girl sözü sayılır. Sayıldığına görə qarşısında mütləq artikel olmalıdır. Və yenə də cəm isimli olmaz. Buna da fikir vermək lazımdır. Məsələn, bu nümunəyə baxsaq, beautiful girls yazıbda. Artıq burada girls cəmlənibdir. Biz artikel qaydasında öyrənmişik ki, cəm isimlərin qarşısına en artiklı yazmaq olmaz. Yəni artıq burada what a beautiful girls demək olmaz. Bu yanlış sayılacaqdır. Ümumiyyətlə, nida cümlələri ilə bağlı test edərkən fikir verəcəyiniz şeylər olsun. Məsələn, bir yadınızda olsun ki, whatdan sonra 4 dənə komponent sayacağam. Beautiful 1, girls 2, they 3 və are 4. 4 dənəsi olmalıdır və sırayla birinci sifət, daha sonra isim, ondan sonra mübtəda və xəbər gəlməlidir. Və test yazarkən həmişə ona diqqət eləyin ki, əgər ismə fikir verəcəm, isim sayılırsa və təkdədirsə en olmalıdır, isim sayılmırsa en ola bilməz, isim cəmdədirsə en ola bilməz. Məsələn, testlərə çox vaxt bura yazırlar və şagirdlər götürsə bu səhv sayılacaq. Çünki artıq burada girls cəmdədir, cəmlə artiklı işlətmək olmaz. Və burada söz sırasına xüsusi diqqət eləməlisiniz. Söz sırası mübtəda üstə gəlsin xəbər formasında olmalıdır və xəbər mübtəda ilə uzlaşmalıdır. Yəni xəbər üstə gəlsin mübtəda ola bilməz. Gəlin bu nümunəyə baxaq. Elə what beautiful girls they are. Dedim ki, söz sırası mübtəda, sonra xəbər olmalıdır. Yəni they are formasında olmalıdır. Bunu sual forması kimi birinci xəbər, sonra mübtəda yazmaq olmaz. Yəni testdə are they olsa bunu yanlış götürürsüz. Xəbər heç vaxt exclamatory sentences-də əvvələ keçə bilməz. Xəbərin yeri həmişə sonda olacaqdır. Və what-la bağlı diqqət edəcəyiniz məqamlar bunlar idi. Təkrar deyək, bir söz sırasına fikir veririk. What-dan sonra en gələ bilər, bu çox önəmlidir, amma gəlməyə də bilər. Nəyə diqqət edirik? İsmin necə olmağına. İsim cəmdədirsə en gəlməyəcəkdir, isim sayılmırsa en gəlməyəcəkdir. Amma isim sayılırsa və təkdədirsə en işlənməlidir mütləq və cümlə quruluşu birinci deməli en, əgər isim sayılırsa təkdədirsə en gələcəkdir. Sonra sifət, sonra isim, mübtəda və xəbər gələcəkdir. Xəbər mübtədadan əvvələ qəti olaraq keçə bilməz. She is ola bilər, amma is she ola bilməz. Və gəldik how məsələsinə. Ha'dan sonra sifət də gələ bilər, zərf də gələ bilər. Bu cümlənin xəbərindən asılıdır. Birazdan izah edəcəm. Deməli, ha'dan sonra sifət də gələ bilər, zərf də gələ bilər. Amma fikir verdinizsə, what-da dedim ki, sifət gəlir. Yəni, what olanda zərf istifadə etmirik. Ly ilə bitən sözləri what-un yanına yazmırıq. Təbii ki, burada istisnalar var idi. Hansı ki, həmin sözlər sifət idi və sifət ly ilə bitirdi. Bu sözlər istisnadır. Bu ayrı məsələ. Amma what-dan sonra zərf yazılmır, amma how-dan sonra sifət də gələ bilir, ha-dan sonra zərf də gələ bilir. Ha-dan sonra sifət və ya zərf gəlir, yəni ikisindən biri gəlməlidir. Daha sonra təyin edici gəlir. Yəni təyin edici deyəndə nəyi nəzərdə tuturuq? Artikel və işarə və yiyəli əvəzliklərini nəzərdə tuturam, amma hansı artikel? Təyin edici olaraq the article, this, that, those, these və yiyəli əvəzliklərindən biri gələ bilər. Təyin edici olur. Daha sonra yenə mübtəda xəbər olur. Yenə də fikir verin, mübtəda xəbər olur. Xəbər sonra mübtəda olmur.
Gəlin nümunəyə baxaq. How smart the children are. Uşaqlar necə də deməli ağıllıdırlar. Demək burada how, daha sonra smart, yəni sifət gəlibdi. Sonra təyin edici, yəni de artiklı işlənibdi. Sonra mübtəda və xəbər gəlibdir. How isə 3 hərflidir fikir verdiyinizə görə. 3 hərf 3 dənə komponent gəlməlidir. Smart 1, artiklı komponent olaraq saymırıq. Children 2 və are 3. Demək 3 dənəsi gəlməlidir. Bəzən testlərdə how-dan sonra 4 dənə salınır. Bu yanlış olacaqdır. How-dan sonra en olmaz. Yəni what və how bir-birinin fərqlidir bir-birindən. What-dan sonra en olmalıdır, əgər isim sayılırsa və təkdədirsə, amma how-dan sonra qəti olaraq en işlədə bilmərik. Yəni siz testləri edərkən fikir verin ki, how-dan sonra en gəlibsə, bu yanlışdır. Eləcə də what-dan sonra de artiklı gəlibsə, bu da yanlışdır. How-dan sonra de artiklı olmalıdır, what-dan sonra isə en artiklı olmalıdır. Bir-birinin əksinədir. Və yenə də söz sırasına fikir verərsiniz. Mübtəda daha sonra isə xəbər gəlməlidir. Əksi ola bilməz. Yəni yuxarıdakı kimi, məsələn, burada arı götürüb əvvələ yazsaq, belə də testə salırlar ki, uşaqlar çaşırlar bu testlərdə. Deməli, are children deyə bilmərik. Çünki are deməli cümlədə mübtədadan əvvələ keçirsə, artıq sual cümləsi quruluşu olur. Yəni bu nida cümləsidir. Bu sual cümləsi deyil ki, ona görə də are əvvələ keçirə bilmərik. Are mütləq sonda olmalıdır. Və deməli sifətdən sonra isim normalda birbaşa gəlməyəcək. Yəni bu nə demək istəyirik? Sifətdən sonra təyin edici gəlir, sonra isim gəlir. Məsələn, how interesting book is demirik, how interesting the book deyirik, daha sonra is deyirik. Yəni sifətdən sonra birbaşa interesting sifətdir, birbaşa book yazmırıq. Sifət ilə ismin arasında mütləq ki, hər hansı bir təyin edici işlətmək lazımdır. Məsələn, how interesting the book is də deyə bilərik. How interesting this book is də deyə bilərik. Sadəcə burada 2 dənə istisna var. Əgər artiklsız xüsusi isim gəlibsə, biz bilirik ki, xüsusi isimlər artikl tələb eləmir. Buna görə də de artiklı yazmaq olmaz. Yəni how safe the German is demək olmaz. Çünki German öz qarşısında de artiklı tələb etmir, de artiklını istəmir. Buna görə istisna olaraq bu haldakı sifətdən sonra birbaşa isim gələ bilsin. Bu ola bilər. Bir də ki, şəxs əvəzliyi olanda artikl lazım olmur artıq. Məsələn, how clever, artıq de, she is demək olmaz təbii ki. Çünki she şəxs əvəzliyidir, özündən əvvəl artikl gəlməyəcəkdir. Deməli, yuxarıda qeyd etdiyim qaydada dedik ki, how-dan sonra həm sifət gələ bilir, həm də ki, zərf gələ bilir. Bunu necə seçəcəyik? Biz bilirik ki, zərf feilə aiddir. Hansı ki, feillər var idi ki, onlardan sonra zərf gəlirdi. Bu zaman zərf işlədəcəyik. Amma bəzi istisna feillər var idi. To be gələndə və to feel, to see, to stay və s. istisna feillər var idi ki, özlərindən sonra sifət qəbul edirdi. Bu halda sifət yazırıq. Yəni biz bir to be olsa, bir də ki istisna feillər olsa, how-dan sonra sifət yazmalıyıq. Digər feillər olsa, mütləq zərf yazmaq lazımdır. Məsələn, 2 dənə gəlin nümunəyə baxaq. Birinci nümunədə how carefully she writes. Burada carefully sonunda ly var. Demək ki, bu zərfdir və sonda write gəlib. Write yazmaq da feildir və feil özündən əvvəl zərf tələb eləyəcəkdir nida cümlələrində. Write feilinə görə careful yox, carefully yazırıq. Amma ikinci nümunədə is gəlibdir, to be-dir. Biz sifət və zərf dərsini öyrənəndə demişik ki, to be gələndə və bəzi istisna feillər olanda bu zaman sifət yazmaq lazımdır. Zərf yaza bilmərik. Yəni is varsa artıq carefully demək olmaz. Çünki to be olan yerdə zərf yox, sifət yazırıq. Bu zaman careful sifətindən istifadə edirik. Yəni test edərkən buna da diqqət edərsiniz. Və how-dan sonra birbaşa de artiklı gəlmir. Yəni how-dan sonra sifəti zərf gəlir, sonra de artiklı gəlir. Yəni how the beautiful belə demək olmaz. How beautiful, daha sonra de artiklı işlətmək lazımdır.
Deməli, nida cümlələri ilə bağlı test edərkən diqqət eləyirik bəzi məqamlara. Whatdan sonra 4 dənə komponent, how-dan sonra 3 dənə komponent gəlməlidir. Whatdan sonra qəti olaraq dəyişlətmək olmaz. Ha olan nida cümlələrində dəyişlətmək olar. What olanda əgər isimin sayılıb sayılmamağına baxmaq lazımdır. İsim sayılırsa və təkdədirsə en artiklı, isim sayılmırsa en artiklı olmaz. İsim cəmdədirsə en artiklı olmaz. Bir də ki, ən önəmli məqam mübtəda sonra xəbər gəlməlidir. Xəbər sonra mübtəda gələ bilməz. Cümlənin sonu xəbərlə bitməlidir. Və qaldı əmr cümləsi. Əmr cümləsi gördüyünüz kimi çox balacadır. Deməli, əmr cümləsinin mübtədası yoxdur. Mübtədası olmayan cümlədir və əmr cümləsi feillə başlamalıdır. Sadəcə olaraq bu feil nə ilə başlamalıdır? Buna diqqət etməliyik. Yəni, bu feildə diqqət eləyəcəyik ki, feil to-suz olmalıdır, ing-siz olmalıdır. Feilin sonunda ed, ses ola bilməz. Yəni, mən opening the door deyə bilmərəm. Bu artıq əmr cümləsi olmur. Yəni sizə ola bilər ki, testlərə düşər, əmr cümləsini seçin, siz mübtəda ilə başlayan, yəni insan adları ola bilər, şəxslər ola bilər, başlayan variantları silməlisiniz. To, ing, ed, ses ilə olan feilləri silməlisiniz. Və əmr cümləsi you-ya, yəni ikinci şəxsin təkinə və cəminə sual vermək, əmr vermək üçün istifadə edilir və əmr cümləsinin sual forması yoxdur. Əmr cümləsi ya təsdiq ola bilir, ya da ki, inkar ola bilir. Və əmr cümləsinin inkarı mütləq don't-la düzəlir. Biz əmr cümləsinin inkarını doesn't-la düzəldə bilmərik. Məsələn, burada doesn't yaza bilmərik, mümkün deyil. Əmr cümləsinin inkarı da mütləq don't-la düzəlməlidir.